Həmçinin xüsusiyyətindən bu ümmətə verilən, bu ümmətə Allah Teala üzr verib. Etdiyi bəzi əməlləri üzr görüb onlar üçün. Xüsusən də əgər nəyəsə məcbur edilirsə, bu ümmətin xüsusiyyətindəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah Teala bu ümmət üçün keçib, yəni günah yazmayıb. Nədə məcbur edilib? İstəmədiyi bir şeye məcbur edilibsə, ondan günahı yazmayıb, silib. Və gəlib ki, İbn Abbasdan deyir ki, sallallahu aleyhi və səlləm, ümmətimin üzərindən xəta və unutqanlıq qaldırılıb. Yəni, onun günahı qaldırılıb. Ümmətdən kimsə xəta edərsə, unutqanlıqla nəsə edərsə və ya bilmədən və ya məcbur edilərək nəsə edərsə, üzr edib Allah Teala bunu ümmət üçün. Xas olaraq, digər ümmətlərdən fərqli olaraq deyir ki, sallallahu aleyhi və səlləm, Əbu Hureyranın hədisində, ümmətimdən kimsə qəlbində nəsə keçirərsə, qəlbi ona nəyisə vəsvəsə edərsə, günahlardanmı, xurafatdanmı, bidətdənmi, lakin nə qədər ki, dilinə gətirməyib o qəlbində olanı və əməl etməyib ona günah olaraq yazılmır. Ona günah olaraq yazılmır. Həmçinin xüsusiyyətlərdən bu ümmət Siratın üzərindən keçən ən birinci ümmət olacaq. Fikir versəz, bu xüsusiyyətlərdən bəziləri bu dünya ilə bağlıdır. Bəziləri axirətlə bağlıdır. Və Siratdan keçmək də axirətlə bağlıdır. Baxmayaraq ümmətlər çox olacaq, lakin Siratdan ilk keçən bu ümmət olacaq. Bu ümmətin Peyğəmbəri olacaq, müsəlmanlar olacaq. Deyir ki, Peyğəmbər s.ə.v cəhənnəmin üzərinə körpü qoyulacaq, yəni sirat qoyulacaq və ən birinci keçən mən və ümmətim olacaq. Və ən birinci biz keçəcəyik. Sonra deyir ki, Peyğəmbər s.ə.v o gün heç bir Peyğəmbər danışmayacaq. Göstərir bu ümmətin fəzilətini digər ümmətlər üzərində.